Salam uşaqlar. İndi də sizə gerundu izah eləyəcəm. Qayda hissəsini Aynura Həmidovanın mövzusunu 2025-dən. Belə, gerund nədir? Birinci onu yadımıza salaq, gerund nədir? Gerund ing alan fiilə bənzəyən, yəni təsriflənməyən feildir də, bənzəyir. Amma feilin xüsusiyyətlərini daşımır, yəni hərəkət bildirmir. Amma ismin də xüsusiyyətini daşımır, yəni cəmlənmir, artikl almır. Məsələn, deyirəm ki, listening is my favorite activity. Dinləmə mənim sevimli fəaliyyətimdir. Mübtəda oldu, amma ismi xüsusiyyətini daşımır. Niyə? Çünki listening, listening demirəm. Ona görə z görsəniz, demək bu gerund deyil. Və yaxud da listenings cəmlənmir. Cəmlənsə, demək bu gerund deyil. Sonra demişdik ki, gerund tamamlıq ola bilər. Məsələn, I like listening. Mən sevirəm nəyi? Dinləməni. Listening. Listening. Və yaxud da ki, tərsinə deyirəm. My favorite activity is listening. Mənim sevimli fəaliyyətim dinləmədir. Burada da xəbərdir. Demək, gerund mübtəda ola bilər. Nə? Tamamlıq ola bilər. Nəyi, nəyə? Və yenə də nədir? İsmi xəbər ola bilər. Yəni, xəbər rolunda ola bilər. Sonra görək, gerund başqa nə edə bilər? Gerundu necə tapmaq olar? Gerund cümlənin əvvəlində gəldi. Birincisi, bütün gerundların xəbəri tək olur. Onu yadınızda saxlayın. Amma iki gerund versək, and-lə birləşdirsək, burada xəbəri cəm verəcəm. Deyəcəm ki, məsələn, listening and reading are my favorite activities. Düzdür? Sonra, belə bir söz deyim sizə. Harda sözünü görsək, sözünü, burada nə olacaq? Gerund verəcəyik. Yəni, in, at, on, with, about və s. və s. Və s. və s. Bunlardan sonra, yəni bütün söz önlərindən sonra feil ing ilə gəlməlidir və bu feil ing ilə gələndə olur gerund, təsriflənməyən feil. Gəldik bura. Gəldik bura. Sonra nədən sonra biz görsək bu gerund sayılır? Baxaq. Sonra yəlik, müstəqil yox ha, asılı yəlik əvəzliyini görsək. Məsələn, my, his, her, our, your, their və its. Bunlardan sonra feilə ing yazarıq. Bu da olar gerund. Sonra apostrof s və yaxud da s apostrof bunlar yəlik haldır. Yəlik haldan sonra da gələndə biz ing yazarıq. Bu da gerund olar. Öyrəndik ki, gerund nədən sonra gəlir? Söz önündən sonra gəlir. Yəlik əvəzliyindən sonra gəlir. Apostrof s yəlik haldan sonra gəlir. Baxın, söz önü yazdıq. Nə tapacaq? Gerund. Sonra burada boşluq buradadır. Çünki söz önü var. About making friends. Make friends dostlaşmaq deməkdir, ifadədir. Söz önü var. Losing. Aferin. Söz önü var. Going. Bax, belə çox asandır. Söz önü var. Talking. Taking. Talking yox. Taking. Sonra söz önü var. Living. Sonra söz önü var. Warning. Fond of söz önü var. Riding. Without söz önü var. Telling. Görürsünüz. Give up söz önü var. Smoking. Söz önü var. Changing. Görürsünüz. Və salam söz önü yəlik hal görsəniz ing və bəzi feillər, o feilləri də is famous for yəlik hal gəldi uşaqlar. İsmi yəlik halı. Yəlik əvəzliyi gördük. Yəlik əvəzliyindən sonra dancing. Sonra
Söz önü var finding. Söz önü var about, going, to olmaz. Sonra with söz önüdür getting. Geldik bura. After söz önüdür working. Geldik bura. Before söz önüdür coming. To olmaz uşaqlar, yanınızda saxlayın. Okey, geldik bura. Sözünü görmədik. Mübtəda gördük. Mübtəda yerinə to sing yazılsaydı doğru olardı. Yazılmayıb. ing qoyub biz də singing gerund götürəcəyik mübtəda kimi. Söz önü var ing. Söz önü var ing. Söz önü var ing, yəni gerund. Söz önü var gerund. Vəssalam. Gəldik bura. Baxaq. Yenə söz önü gördük. Eating. Without eating. Yemədən getdi. Görürsünüz? Joseph went to school without eating his breakfast. Səhər yeməyini yemədən getdi. Concentrate on learning. Fikrini topla nədə? Öyrənməkdə. Sonra yenə yəlik əvəzliyi var burada. Əvəzlikdən sonra nə olur? Gerund. Yəlik əvəzindən sonra gerund. Apostrof S yəlik halı var. Gerund. After söz önüdür. Give up söz önüdür. Hər ikisi gerund alır. Yenə apostrof S yəlik hal var. Gerund alır. Dərsin əvvəlində dediyim kimi. Apostrof S yəlik hal var. Gerund alır. Morning exercise is very good for your. İndi gəlin baxaq. Your health. Bura boşluq qoyublar. Əslində bu bitişik olur. Your health, sənin sağlamlığın. Ola bilər ki, burada çap səhvi gedib. Sənin sağlamlığın. Bura baxacağıq. Uşaqlar, bizə gerund lazımdır. Çünki etmə. Nə? Etmə. Doing morning exercise. Biz demişdik ki, gerund mübtəda rolunu oynaya bilər. Yəni, mübtəda yerində işlənə bilir. Doing morning exercises. Səhər idmanı etmək is very good for. Good for ifadədir. Good for uşaqlar xeyirlidir deməkdir. Xeyirlidir. Bad for olsaydı nə olardı? Ziyanlıdır. Bad for. Ziyanlıdır. Allah qoysa söz önündə izah eləyəndə deyəcəm. Ziyanlıdır. Gəldik bura. Yenə söz önü var. Yenə ing var. Yenə söz önü var. Yenə ing var. Gerund var. Söz önü var. Gerund var. Söz önü var. Gerund var. Yəni görürsünüz necə asan tapılan dərsdir bu. Və good at söz önü və playing. Görürsünüz? Gerund dərsi çox asandır. Söz önü, asılı yəlik hal və asılı yəlik əvəzliyi və ismin yəlik halını görsəniz, gerund, yəni verb ing, əslində verb ing deyil bu. Verb-ə oxşuyur, bu feil, təsriflənməyən feildir. Bu qədər.